Ən çox eşitdiyiniz 5 bəhanə. Vaxtım yoxdur. Narahat olmayın. Biz də boş adamlar deyilik və ən əsası boş danışmırıq. Sizin bizim xidmətlərimizə daha çox ehtiyacınız var. Qiymətiniz bahadır. Bizim xidmət haqqımız cəmi ömürdə bir dəfə ödənilən 1190 manatdır. Qiymət onun verdiyi faydaya görə müəyyən edilir. Ən azından dürüst olaq. Mənim veb saytım var. Xeyr, təəssüf ki, sizin veb saytınız yoxdur. Instagram, Facebook, TikTok səhifələriniz var. Bu tamamilə ayrı bir nüansdır. Bu səhifələriniz hər an toplu bir şikayətlə bağlana bilər. Amma veb saytınız qalıcıdır. Sizi axtarış sistemləri və süni intellekt sistemlərində önə çıxardan ən önəmli amildir. Həkimlərimizin bu nüansa diqqət etməsini xahiş edirik. Bu şəkil mənə aid deyil. Mən elə kök deyiləm. Hörmətli həkim, təəssüflər olsun ki, sizə çox pis bir xəbərimiz var. O şəkil sizə aiddir. Bizim klinikaya veb sayt lazım deyil. Rəhbərə soruşmağa ehtiyac yoxdur. Əziz yoldaşlar, biz tibbi sektorda çalışan bütün əməkdaşlara böyük hörmətimiz var. Ancaq sizdən xahişimiz, icazə verin bunu rəhbərlik və aidiyyatı şəxslər dəyərləndirsin.